Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala xatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasul. Əmmə bə'd. Əziz və dəyərli olan qardaşlar, böyüklərimiz, qonaqlar, ilk növbədə hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və bundan sonra mən də böyüklərimin təbriklərinə qoşularaq ev əhlin, qardaşımızı təbrik edirəm və Muhammed sallallahu aleyhi və səlləmin etdiyi dua ilə dua edirəm ki, Barakallahu ləkə və baraka aleykə və cəməə beynəkuma fi xeyr. Allah sizə bərəkət versin, Allah mübarək eləsin. Allah subhanət hala hər ikinizi xeyir üzərində cəm etsin. Allahümə əmin. Elhamdülillah, qardaşımız gözəl nəsihət elədi və ailə bağlarının qorunmasında, möhkəm saxlanmaqda olan mühüm nəsihətlərə toxundu. Və bu barədə də istərdim ki, Şeyx Abdullahın etdiyi nəsihəti çatdırım. Həqiqətən, baxsaq cəmiyyətə, cəmiyyət ailələrdən ibarətdir. Ailənin də təməli ata və anadan ibarətdir. Necə Şeyx buyurur, əgər bu iki şəxs salih olarsa, sağlam olarsa, ailə də sağlam olar, salih olar. Ailələr sağlam olduqda, cəmiyyət də sağlam olacaqdır. Ona görə də ən mühüm başlanğıc atadan və anadan asılıdır. Əgər Allahın əmr etdiklərin yerinə yetirsələr, qadağan etdiklərindən çəkinsələr, Muhammed sallallahu aleyhi və səlləmə tabi olsalar, o zaman əsl xoşbəxtliyi tapmış olarlar ailədə. Və Allah da o ailədən razı olur. Və bu barədə Allah subhanahu wa ta'ala Nisa surəsində mübarək kəlamında buyurur ki, Əuzu billahi minəşşeytanirracim və aşiruhunnə bil ma'ruf. Qadınlarınızla xoş rəftar edin. Uca Rəbbimiz bizlərə əmr edir. Qadınlarla gözəl rəftar eləməyi, xoş davranmaq. Və bu xoş rəftar, Şeyx buyurur ki, öz-özlüyündə bir neçə ünsuru ehtiva edir. Nədir yəni o xoş rəftar? Ona baxmaq lazımdır. Və onlardan birin qısa olsun, çatdıracağıq. Həmin o xoş rəftarın ehtiva etdiyi ünsurlardan biri də kişinin xanımını qorumasıdır. Əgər ər öz zövcəsini, yəni ər, həyat yoldaşı öz zövcəsini qorumalı, onu mühafizə etməli, onu həyasına xələl gətirən, dinini və dünyasını fəsada uğradan hər bir şeydən ər onu qorumalıdır. Yaxşılığı ehtiva edən ünsurlardan biri də budur. Kişinin öz yoldaşını qoruması. Və bu qorumağa Şeyx buyurur ki, onun üçün təhlükəsiz bir yaşayış, məskən seçməsi də daxildir. Yəni kişi öz həyat yoldaşına təhlükəsiz olan bir məskən seçməlidir. Yaşayış yeri seçməlidir. Eləcə də kişi zövcəsini tərk edilmiş, qorxulu, təhlükəli və ya şübhəli, yəni güvənli olmayan bir yerdə saxlamamalıdır. Yaşatmamalıdır o yerdə. O yer ki, ora güvənli deyil. Həmçinin Şeyx buyurur ki, ər zövcəsinin pis qadınlarla ünsiyyət qurmasına, əxlaqa zid hekayələrin oxunmasına, həmçinin baxmasına, o filmlərə, o seriallara icazə verməməlidir. Yəni, onu qorumalıdır bu şeylərdən. Həmçinin elə əyləncə məkanları var ki, ora şəriyyətimizə ziddir, yəni Allahın razı qalmadığı yerlər. Kişi mani olmalıdır, qoymamalıdır, qadını qorumalıdır oraya getməkdən. Həmçinin musiqi dinləməsinə bundan qorumalıdır öz yoldaşın və digər günah və asi əməllərdən onu qorumalıdır.
bu halda sən qadınına yaxşılıq etmiş sayılırsan. Allah bizləri belə şeylərdən qorusun. Amin. Həmçinin şeyx buyurur ki, kişi xanımını kişi qohumlarından, məsələn, öz qardaşlarından və digər yaxınlarından qorumalıdır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, siz öz ailənizdə himayəçisiniz. Kişi öz ailəsində himayəçidir və himayəsi altında olanlardan məsuldur. Hər birimiz himayəmiz altında olanlardan məsuldur. Allah subhanahu wa ta'ala buna görə hesab verir. Ona görə diqqət eləməlisən qadınına, onu qorumalısan. Allah subhanahu wa ta'ala mübarək kəlamında buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, qu ənfusəkum və əhlikum nara. Özünüzü və ailənizi oddan qoruyun. Od ki, vəquduhən nəsə vəl-hicara. Od ki, yanacağı insanlar və daşlar olacaq. Allah qorusun, sən yoldaşından sorumlusan, ailəndən sorumlusan, qızından, övladından, himayən altında olanlardan sorumlusan, işçilərindən sorumlusan, qiyamət günü hesab verəcəksən Allaha. Və həmçinin necə şeyx dedi ki, öz ərinin qohumlarından, kişi qohumlardan onu qorumalıdır. Bu nə deməkdir? Bunu gücləndirən hədis var. Hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İyyəkum vəd-duxul alən-nisə. Sizi qadınlarla, naməhrəm qadınlarla baş-başa qalmaqdan Allah Rasulü çəkindirir. Qadınların yanına daxil olmaqdan çəkindirir. Və Allah Rasulü bunu deyəndə sahabələrdən biri Fəqalə rəculun minən ənsar, ənsardan olan bir şəxs dedi ki, Ya Rasulallah, ey Allahın Rəsulü, Əfəraytəl-həmu, bəs qadının qaydı necə? Ərinin kişi qohumları necə yəni? Qalə, Allah Rasulü buyurur ki, Əl-həmu əl-mavd, qayın oddur. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm naməhrəm qadınla bir yerdə qalmaqdan çəkindirdi, yerində hansı sual gəldi? Necə faydalı sual gəldi? Ona görə sual verən də elm əhlinə diqqətli olmalıdır. Verdiyi suala baxmalıdır. Sənin verdiyin sual faydalı da olar, faydasız da olar. Görün, sahabə bir sual verdi, şəriət oldu. Allah Rasulü çəkindirdi qayından və buyurdu ki, o oddur. Nə üçün od dedi? Baxsan, İmam Nəvavi rahiməhullahın bu hədisə verdiyi təfsirə buyurur ki, od, yəni Allah Rasulü məsələnin nə qədər şiddətli və təhlükəli olduğunu göstərir. Və bundan çəkindirir, bu ərəflərdə deyir ki, bu misaldır. Həmçinin İbn Həcər rahimehullah gətirir, bu həmçinin misal deyir ərəflərdə. Baxsan, görərsən ki, deyirlər ki, şir ölümdür. Yəni, yaxın dursan, ölümdür sonra. Eləcə də bu hədisdə də əl-həm əl-mavd, qayın ölümdür. Yəni, Allah Rasulü çəkindirdi bizi bundan, təhbətək qalmaqdan. Qadını ayırtdı ki, yəni ehtiyatlı ol. Hətta yoldaşının qardaşı olsa belə. Hətta bu barədə baxsan, İbn Teymiyyə rahiməhullaha qadının qorunmasından ötürü söyləyir ki, hətta abid olan şəxslərdən qorumalıdır özünü. Hətta Şeyxülislam deyir ki, onun üçün ən təhlükəli olanıdır. Çünki insanlar şübhələnmir. Şübhə yaranmır səndəki, ondan o qadına ziyan gələr. Eləcə də İbn Hüseyn rahimehullah Riyadus Salihin şərhində gətirir ki, qayın məsələsi, çünki urfa baxsan, yoldaşının, kişinin qardaşı o evə rahat girir, çıxır. Və heç kəs ondan şübhələnmir. Bax, buna görə də bu daha təhlükəli olandır. Ona görə şəriətimiz buyurdu ki, ölümdür, ehtiyatlı ol canım, qoru canım özünü. Bunların hamısı qadını qorunması üçündür. Bu da yalnız İslam dinindədir. İslam dini gələnə kimi qadınlara hörmət qoyulmurdu. Üstün tutulurdu kişi. Amma öldürülürdü qadınla. Qız uşaqları doğulurdu, öldürülürdü. Heç qoymurdular qız uşağı doğulsun. Amma İslam dini gəldi, qadına hörmət qoydu. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdu ki, sahabə, ən çox atama yaxşılıq edeyim, yoxsa anama?
3 dəfə soruşdu, 3-ündə də dedi ki, anana yaxşılıq elə. 4-cü səfər soruşdu, dedi atana. Allah dinin nazil etdi və qadını üstün tutdu. Qadını qorudu, onun haqlarını qorudu. Şeyx buyurur ki, Şeyx Abdullah, bu məsələdə səhlənkar yanaşma. Ailədə olan problemlərin əsas mənbəyi çox vaxt kişinin həyat yoldaşını qorunmaqda səhlənkarlıq etməsidir, şeyx deyir. Baxçına, Uca Allah mübarək kəlamında buyurur ki, وَمَا كُنْتَ لَدَيْهِمْ اِذْ يُلْقُونَ اَقْلَامَهُمْ اَيُّهُمْ يَكْفُلُ Məryəm. Kimin Məryəmi, İsa aleyhissələmin anasının himayə edəcəyi barədə qələmlər atıldı. Püşk atdılar ki, kim himayə edəcək? Hamısı yarışırdı. Şeyxülislam İbn Teymiyyə rahimehullah bu ayənin şərh edərkən, təfsir edərkən buyurur ki, bu Məryəm idi. Onu qorunmasından ötürü püşk atırdılar. Onu himayə edib qoruyacaq birinə ehtiyac var idi, ehtiyac duydu. Və insanlar onu himayə etmək üçün tələsirdilər. Şeyxülislam buyurur ki, bəs digər qadınlar haqqında nə demək olar? Məryəm ana üçün belə idi. Bəs digər qadınlar? Digər qadınlar daha ehtiyaclıdır ki, qorunsunlar. Və Şeyx Abdullah buyurur ki, təcrübə göstərir ki, uşağa nisbətdə daha çox qorunmağa və mühafizə olunmağa qadının daha çox ehtiyacı var. Onun üçün qadın nə qədər örtülü və qorunmuş olsa, bir o qədər yaxşı olar. Elə məhz bu səbəbdən də qadın üçün şəriətin buyurduğu libas, bədəni örtən libasdır. Şəriətin buyurduğu libas nədir? Bədən tam örtülən libasdır, bədən görünmür. Nə üçün şəriət buyurdu? Ey qadın, sənin üçün, səni qorumaq üçün, yad gözlərdən, naməhrəm gözlərdən, həmçinin kişilərə bənzəməyi şəriətimiz qadın etdirsən qadına. Hətta Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurdu ki, özün kişiyə bənzədən qadına Allah lənət etsin. Həmçinin özün qadına bənzədən kişiyə də Allah lənət etsin. Baxmayaraq ki, lənət oxumayan bir Peyğəmbər idi. Gör, məsələ nə qədər təhlükəlidir, nə qədər şiddətlidir. Onu bizə çatdırmaq üçün şəriət lənət oxudu. Sən qadını qorumaq üçün. Və bizlərin də üzərimizə vacibdir ki, qadınlarımızı qoruyaq. Və sənin qadını qorumağın da وَاَشِرُهُنَّ بِالْمَعْرُوفِ ayəsinə daxil edir. Qadınlarınıza yaxşılıq edin. Bax, o yaxşılıqdan. Bu qədər qardaşlar, Allahdan istəyirəm ki, Allah subhanahu wa ta'ala bizləri eşidib, faydalanlardan etsin və sonra yenə də təbrik edirəm, Allah xoşbəxt eləsin, mübarək etsin, Allahın sevib, razı qaldığı ailələrdən olsun. Subhanakallahumma bihamdika və əşhədu an la ilahe illa ent və estəğfiruka və etûbü ileyk.